Məktəbəqədər təhsil üzrə Dövlət Agentliyi 5 oktyabr Beynəlxalq Müəllimlər Günü ilə bağlı xəbərdarlıq edib. Doğru xəbər Azərbaycan bildirir ki, müraciətdə deyilir. Bildiyiniz kimi, Elm və Təhsil Nazirliyinin kollegiyasının müvafiq qərarı ilə təhsil verənlərin etik davranış qaydaları təsdiqlənib. Bu qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsil verənlərə etimadının artırılmasına, təhsil verənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsil verənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir. Qeyd edilənləri nəzərə alaraq 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi adı altında onlara hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi negativ halların baş verməsi qəti şəkildə qadağan edilir.